surəsindən Allah Taala buyurur ki: "Və men kana meridən" sizlərdən hər kəs ki xəstədirsə, yəni sağlamlıq imkan vermir ona oruç tutmağı. Və alə səfərin yaxud səfərdədirsə, fəiddətun min əyyəm digər aylarda həmin orucun qəza niyyəti ilə niyyət edib orucunu tuta bilər. Şəriət hökmlərinə dediyimiz zaman indi az-çox məlumatımız var və həmçinin qeyd etmək istəyirəm ki, Ramazan ayının bir müstəhəb əməlləri var, bir vacib əməlləri var. Müstəhəb, vacib əməli hələ oruç tutmaqdır. Müstəhəb əməlləri budur ki, qüsl almaq. Ramazan ayının ki, birinci günü daxil oldu, eşitdiyi xəbərimiz oldu ki, hansı gün elan olundu, Ramazan ayının birinci günüdür. Həmin gün adam müstəhəb, əgər ki, vacib qüslu yoxdursa boynunda, vacib qüslu varsa heç vacib qüslunu alacaq. Yoxdursa vacib qüslu, müstəhəbdir Ramazan ayını qarşılamaq üçün qüsl alsın. Və qeyd etmək istəyirəm ki, bəzi yoldaşlar oruç tuturlar, bəzi insanlar oruç tuturlar, amma namaz qılmırlar. Allah Taala hamının oruc ibadətini və digər ibadətlərini qəbul etsin. Amma sadəcə bir şey işarə eləmək istəyirəm bunu, demək istəyirəm ki, sizin ətrafınızda olan insanlar olsa və sözünüzü dinləyən insanlar olsa, onlara bunu çatdırın ki, bəzən insanın boynunda vacib qüslu var, Ramazan ayının orucunu tutacaq. Gərək o vacib qüslu alsın. Yəni, bu qüslu almayan adamlara aiddir bu sözün. Ne üçün? Çünki bir ay Ramazan ayına adam əziyyət çəkəcək, oruç tutacaq. Qoy qaydasında bu həmin vacib əməli riayət etsin.